Erməni Apostol Kilsəsinin Rusiya və Yeni Naxçıvan yeparxiyasının rəhbəri Yezras Nersisyanın Rusiya prezidenti Vladimir Putin tərəfindən təltif olunması təsadüfi deyil. Bu misilsiz addımdır. Global Info-az xəbər verir ki, bu fikirləri erməni deputat Lusini Badalyan deyib. Stat: Hər dəfə yüksək vəzifəli din xadimi, müxalif siyasətçi və ya iş adamı ölkənin daxili məsələlərinə müdaxilə etməyə çalışdıqda Rusiya tərəfindən buna bənzər jestlər və ya mesajlar verilir. Xüsusilə son illərdə bu hallar çoxalıb. Bu göstərir ki, Ermənistanda yaranan bəzi hərəkatlar spontan deyil və vətəni xilas etmək məqsədi daşımır. Əksinə, xarici siyasi mərkəzlər tərəfindən idarə olunur. Belə addımlar bunu bir daha təsdiqləyir deyə deputat vurğulayıb. Doğrudanmı arxiyepiskop Yezras Nersisyan KGB agentidir sualına deputat belə cavab verib. Ümid edirəm ki, bütün bunlarla bağlı faktlar təqdim olunacaq. Biz gərək növbəti hadisələri gözləyək. Təcrübə göstərir ki, Baş nazir Paşinyan faktları dərc etməzdən əvvəl eyhamlar vurur, xalqa hazırlayır. Çünki bəzi faktların üzə çıxması şok yarada və psixoloji təsirlər doğura bilər. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.